Bağışlayan və mehriban Allahın adı ilə. Növbəti xanım qəhrəmanlarımızdan tarixdə adı ilə iz qoyan, öz adını tarixə qızıl hərflərlə yazan xanımlardan biri də Quran hafizi olan, elm, ixlas və vilayətə eşq meydanının qəhrəmanı sayılan Fizzə xanımdır. İslam qoşunlarının küfr qoşunlarına qələbəsi və küfr qüvvələrinin bir hissəsinin İslam mücahidləri tərəfindən əsir götürülməsi ilə nəticələnən müharibələrin birində Fizzə adlı Həbəşistanlı bir qadın da müsəlmanlara əsir düşüb və Mədinəyə gətirilib. Fatimə Zəhranın bir neçə az yaşlı övladı var idi. Bundan əlavə onun ev işləri çox ağır idi. Buna görə də o əziz atasının yanına gedib o həzrətdən ev işlərində ona kömək etməsi üçün bir qulluqçu istəmişdi. Lakin əziz atası müsəlmanların iqtisadi vəziyyətinin aşağı olmasını nəzərə alaraq həmin əsirlərdən birini qızı Fatimə Zəhraya verməkdən imtina edir. Və sevimli qızının həm fiziki, həm də ruhi baxımdan güclənməsi üçün ona sonradan Fatimə Zəhranın zikri adı ilə məşhurlaşan xüsusi zikri öyrədir ki, bunu da hər biriniz namazda gündə 5 dəfə istifadə edirsiniz. Lakin çox çəkmir ki, Peyğəmbərə Fatiməni razı salması və ona bir xidmətçi verməsi vəhy edilir. Bundan sonra Peyğəmbər Fizzəni Fatiməyə xidmətçi təyin edir. Fizzə gözəl iman, yüksək iman, təqvaya malik olub və o Həzrət Zəhra ilə ünsiyyətdə olmaq və zəngin mənəviyyat çeşməsindən bəhrələmək nəticəsində ixlas, zahidlik və ibadət baxımından üstün bir xanım olub. Fizzə natiqlik və xutbə oxumaqda da mahir bir xanım olub. O Quran hafizi olmaqdan əlavə Quranın mənasını da elə bilib ki, həyatının 20 ilində hətta adi danışıqlarında öz fikrini qarşı tərəfə ancaq Quran ayəsi ilə oxumaqla çatdırıb. İnsan surəsində də xanım Fizzənin payı var. Əleyhissalam deyir ki, əgər övladlarım bu xəstəlikdən sağalarsa, mən onların şəfaət tapmasının haqqını ödəmək üçün Allah üçün 3 gün oruç tutacağam. Sonra Fatimə Zəhra və Fatimənin xidmətçisi Fizzə də həmin formada nəzir etmişdir və uşaqlar sağalır, amma evdə oruç tutanda iftar açmaq üçün əsla yemək olmur və nəhayət Əmir əl-Möminin təxminən 3 kiloqram arpa tapır. Fatimə onun 1 kiloqramını un edib bir neçə dənə çörək bişirir. İftar vaxtı bir fəqir gəlib uca səslə belə deyir: "Salam olsun sizə. Ey Məhəmmədin əhli beyti, mən müsəlman fəqirlərdənəm. Mənə yemək verin, Allah da sizə cənnət yeməklərindən versin." Əleyhissalam bunu eşidən kimi göstəriş verir ki, onun çörəyini həmin fəqirə versinlər və həzrətdən sonra ailənin digər üzvləri də öz yeməklərini həmin fəqirə verirlər, özləri su ilə iftar edirlər və burada xanım Fizzənin rolunu biz müşahidə edirik ki, və xanım Fizzə də eyni addımları atır. O da öz yeməyini fəqirə verməklə öz iftarını su ilə açır. Bu günlük bu qədər əzizlər, sizlərlə xudahafizləşirik. Sağlıqla qalın, sağ olun.